Yanımızda hal-hazırda Ulus EFA-nın kapitanı, qol silahı, qol maşını, nə tərif desə yazdır Həsən Zamiroğluya. Həsən, bugün həqiqətən komanda şəklində çox gözəl oyun nümayiş elətdirdiniz. Sizin maestrolarınız, cinahda hücuma qoşulan Kukurelyavız, Neymar Junioruvuz, hamısı super idi və sonluqları nöqtələri də çox yaxşı qoyurdun, tamamlayırdın sən. Hətta köməyə də gəldin, hər zaman onları sığortalayırdın, şərhlərdə də bildirdim. Oyun səni necə hisslər bağışladı, Qazaxıstan Ezuşor komandası ilə mübarizədə bizə məlumatlar verəcək. Oyun yaxşı gedirdi. Biz özümüz güclü oynadıq. Ona görə biz qələbə olduq. Onlar da biraz yaxşı komandaydı, amma biz daha yaxşı komandayıq. Əhsən. Namiq müəllim hal-hazırda burada yoxdur. Namiq müəllimə deyəcəyi bir sözlərim var sənin. Namiq müəllim yaxşı müəllimdir. Bəs sənə bir də sualım olacaq. Digər yoldaşlarıma da sual verdim. Azərbaycanlı rəqiblərlə xarici rəqiblər oyun cəhətdən fərq oldu sizə? Çətin, asan deyə. Çətin deyildi. Biz güclü oynadıq deyə bizim üçün asan idi. Əhsən, uğurlar Həsən.